Deməli, birinci suala baxırıq. Deyir, üçbucaq A, B, C kongruentdir üçbucaq MNK-ya və AB bərabərdir 8, BC bərabərdir 7 və MK bərabər 6 olarsa perimetr üçbucaq MNK-nı tapın deyir. İki dənə üçbucaq çəkilir. ABC və MNK. ABC, MNK. Bunlar əgər bir-birinə kongruentsə, uyğun tərəflər və uyğun uzaqlardır bir-birinə bərabər. Əgər AB 8-dirsə, MN də 8-dir. Elədir? Bax, bir xətt atıram. Əgər BC 7-dirsə, onda NK da 7-dir. MK 6-dırsa, AC da 6-dır. Elədir? Yaxşı, indi bizdən perimetr MNK-nı soruşur. Onda perimetr üçbucaq MNK kimlərin cəmidir? 8, 7, 6, 15, 21 santimetr. Cavab B variantı. Yoxlayın inşallah. İkinci suala baxırıq. Deməli, yenə də deyir ki, üçbucaq A, B, C kongruentdir üçbucaq MNK-ya və MN bərabərdir 4 santimetr, NK bərabərdir 6 santimetr, AC bərabərdir 3 santimetr və bizdən perimetr üçbucaq ABC-ni soruşur. Elədir? ABC-nin perimetrini soruşur. İki dənə üçbucaqdır. A, B, C kongruentdir üçbucaq hansı figurda o da? M, N, K-ya. İndi MN əgər 4-dürsə, deməli AB də 4-dür. NK əgər 6-dırsa, onda BC də 6-dır. AC 3-dürsə, MK da 3 olacaq da, təbii ki, əgər bunlar kongruentdirsə. Bizdən də perimetr üçbucaq A, B, C-ni soruşur. 4 üstə gəl, 6 üstə gəl, 3. Eləyəcək nə qədər? 13 santimetr D variantı. Bu belə. Sonra, üçüncü suala baxırıq. 3. Deyir, yenə də ABC ilə MNK kongruentdir. A, B, C kongruentdir. Nəyə? M, N, K-ya. Bucaq A 40 dərəcə. Bucaq B 70 dərəcə. Bucaq K-nı soruşur. 40-70 üçbucağın daxili bucaqların cəmi nə qədərdir? 40-70, 110, nəyə çatmır? Əgər bunlar kongruentsə, bunların uyğun bucaqları da kongruent olacaq da bərabər olacaq. Deməli, bucaq K da nəyə bərabər olacaq? 70 dərəcəyə doğru cavab D variantı olacaqdır. Bu belə. Sizcə hara qoyacaq? Növbətiyə baxalım. Yoxlayırsınız? Dördüncü sual. Yenə də eyni sualdır 4-də. Deyir, ABC ilə MNK kongruentdir. Kongruentdir. A, B, C, M, N, K. Kongruentdir. M'in, hanı? 4'e yazırıq da. Bucaq M 80 dərəcə. Bucaq M 80 dərəcə, bucaq K 60 dərəcə. Bizdən soruşur bucaq B-ni, təpə bucağı. 80, 60, 140, nə qədər çatmır? 40 dərəcə. Əgər M bucağı 40-dırsa, kongruentdirsə B bucağı da və digərləri yazmırıq. Cavab olacaq 40 dərəcə, B variantı. Bu belə. 5-ci suala baxırıq. Yenə də ABC ilə DEF kongruentdir. A, B, C kongruentdir. D, Y, F-ə. Demək uşaqlar, AB-nin BC-yə nisbəti, onun da AC-yə nisbəti 3, 5, 6-dır. Və perimetr üçbucaq DYF bərabərdir nəyə? DYF 28 cm. Olarsa AB-ni soruşur bizdən. AB bərabərdir, soruşuruz. İndi uşaqlar, AB neçə K olacaq burada? 3K. BC 5K. AC isə 6K. İndi DYF-in perimetrini, əgər bunlar kongruentsə, təbii ki, burada 3K, 5K, 6K. DYF-in perimetri bunların tərəflərin uzunluqlarının cəmidir. 3K üstə gəl 5K üstə gəl 6K bərabərdir 28. 8, 14K bərabərdir 28. K2'dir. Bizdən uşaqlar AB-ni soruşur. AB bərabərdir 3K-dır. K-nın yerinə 2 versək 3-nin 6 olacaq. 5-in cavabı A variantı. 6'ya bakalım. 6-cı sual. Yenə də eyni hərəkət. Üçbucaq ABC, A, B, C. Kongruentdir. Üçbucaq DYF-ə
D, Y, F. Kongruentdir. DY 4K'dır. DY 4K'dır. Burama yazıq da aşağılar. DF 5K'dır. DF 5K'dır. Və YF nə qədərdir? 7K. Və bizə ABC-nin perimetrini verir. Üçbucaq ABC bərabərdir 48 cm. BC bərabər sual işarəsi. Kongruentsə uyğun tərəfləri bərabərdir 7K və 5K. Toplayırıq. 11 o da 5, 16K bərabərdir 48, kaldı 3. BC'miz 7K'dır uşaqlar. K'nın yerinə 3 versək 7 vurulsun 3 nə olacaq? 21 olacaq. 6'nın cevabı A variantı. Yoxluyorsunuz. Ramil. 7-ci suala baxırıq. 7-də deyir ki, yenə də ABC və DYF üçün, bax bir dənə ABC çəkirik. ABC. Bir dənə də DYF çəkirik. DYF. ABC və DYF üçün AB DY'yə bərabərdir. AB DY'yə bərabərdir. Onlar da 12 santimetrdir hər birisi. Sonra AC DF'ə bərabərdir. AC DF'ə bərabərdir. Onlar da hər birisi 6 santimetrdir. Bucaq A, bucaq D-yə bərabərdir. Və BC 8 santimetr. Olarsa DYF'in perimetrini soruşur. Perimetr üçbucaq DYF. Demək uşaqlar, bir üçbucağın iki tərəfi uyğun olaraq digər üçbucağın iki tərəfinə bərabər və bir üçbucağın bir bucağı, onun arasında qalan bucaq, digər tərəfdə onlar arasında qalan bucağa bərabərsə, deməli bu üçbucaqlar nədir? Kongruentdir. Bu hansı əlamətdir uşaqlar? Tərəf, bucaq, tərəf. TBT-dir də elədir. Ayson. İndi əgər BC 8-sə, onda YF-dən olacaq 8. Onda DYF-in perimetri 12, 6, 8, eləcək nə qədər? 26. Cavab D variantı olacaq cavab. Bu belə. Növbəti. Məsələn, sual gəlir. 8-də də eyni şey danışaqlar. Yenə də yazan eyb yoxdur. 8-ci sual. Yenə də ABC ilə ABC DYF üçün hələ demirəm kongruentdir. Sadəcə onlar iki dənə üçbucaqdan söhbət gedir. DYF üçün AC DF-ə bərabərdir. AC DF-ə bərabərdir. Hər birisi 14 santimetrdir. BC YF-ə bərabərdir. BC YF-ə bərabərdir. Onlar da nə qədərdir? 8 santimetrdir. Bucaq C, bucaq F-ə bərabərdir. Uşaqlar, iki dənə tərəf, bir dənə bucaq. Bir-birinə bərabərsə tərəf, bucaq, tərəf. Deməli, bu üç bucağın əlaməti deyil, kongruentin əlaməti. Onda bunlar kongruentlər. Və DY-ni 9 verib bizə. Onda əgər DY 9-sa, AB də 9 olacaq. Perimetr üç bucaq A, B, C olacaq 9, 8, 14, 31 eləyir uşaqlar. 17, 14, 31 eləyir, doğru cavab A variantı. Növbəti 9-cu suala baxırıq. Deyir A, B, şəkil verib, şəkili çəkək sonra. Deməli, A, B, C, MNK. MNK. AB MN-ə bərabərdir. AB MN-ə bərabərdir. Bu onlar da 4 santimetrdir. Bucaq A, bucaq M-ə bərabərdir. Bucaq A, bucaq M-ə bərabərdir. Bucaq B isə, bucaq B, bucaq N-ə bərabərdir. NK 5'dir. NK 5 santimetrdir. MK 6'dır. Bizdən perimetr ABC'ni soruşur. Üçbucaq AC. İndi fikir verin uşaqlar. Baxın. 2 dənə bucaq, bir dənə tərəf bucaq. Nədir? Bucaq, tərəf bucaq. BTB-dir də. AC. Onda bura 6-dırsa, AC-də nə olacaq? 6 olacaq. Çıxar. Bizdən nəyi soruşur? ABC. Onda bura 5-dirsə, BC tərəfi də 5 olacaq uşaqlar. 4, 6, 5, cavab olacaq nə qədər? 15-ə bərabər. 9-un cavabı idi uşaqlar. B variantı. Bu belə. 10-cu sualda eynisidir. Yazaq yenidən. A, B, C və MNK-dır. MNK. Deməli, AB M-nə bərabərdir. AB M-nə bərabərdir. O da 4 santimetrdir hər birisi. Bucaq A, bucaq M-ə bərabərdir. Bucaq A, bucaq M-ə bərabərdir. Bucaq B, bucaq N-ə bərabərdir. Bucaq B,
Yenə də BTB-dir uşaqlar. Bucaq tərəf bucaq əlamətidir. Və MK-nı 7 verib. MK 7-dirsə, onda AC-də 7-dir. Sonra nə verib bizə uşaqlar? NK-nı 5 verib. NK hanı? NK 5-dirsə, onda BC də 5-dir. Bizdən də perimetri bucaq ABC-ni soruşur. 4, 5, 7, eləyir nə qədər? 16 cm D variantı. Bu belə. Sonra növbəti 11-ci suala baxırıq. Deməli ABC ilə DEF kongruentdir. ABC kongruentdir DEF. ABC kongruentdir DEF və AB 12 cm-dir. Uşaqlar, AB 12 isə DE də 12-dir. Kongruentdirlər axı, elədir. BC 10-dur. BC 10 hansı tərəf 10-dur? YF də 10-dur. Sonra və perimetr DYF, bax bunun perimetrini verib bizə uşaqlar 28. Bizdən DF soruşur. Bəli, 12, 10, 22 eləyir. 28-dən 22 çıxanda nə eləyir? 6 cm eləyir. Doğru cavab B variantı. Bu da belə. Nə oldu? 11'e baxım görüm ona. Düzdür mü? Tamam. İndiyə qədər, indi kimdə səhv çıxmıyor hələ ki? 0 səhv. Yaxşı, baxaq görürüz. Tamam. Vaqir səndə nə tərədir? Görək. 12-ni yazdım uşaqlar, 11-i? 13-cü. 13-cü suala baxırıq. Yenə də ABC ilə DYF kongruentdir. ABC, DYF kongruentdir. AC 8'dir. Uşaqlar, AC 8 isə DF də 8'dir də. BC 14'tür. Onda YF də 14'tür. DYF'in perimetri 32'dir. 8'in 14'ü topla 22. 32'den 22 çıxanda nə qalır? 10. Onda AB də 10'dur. Bizdən DY, DY'ni soruşur, ehtiyac yoxdur. DY də 10 oldu, cavab oldu nə? B variantı. Bu belə. Sonra 13-cü suala baxırıq. O da yaxşı görsənir. Yan tərəfi oturacağından, bax. Yan tərəfi oturacağından 2 dəfə böyük olan bərabər yanlış buzaq. Bərabər yanlış buzaq haqqında nə bilir? Yan tərəfləri bərabər. Deyir, yan tərəfi oturacağından 2 dəfə böyükdür. Oturacağı x olsa yan tərəfi nə olacaq? Bərabər yanlış olduğuna görə digər tərəf də 2x olacaq. Və perimetri də 120'dir. Toplayırıq neçə x eləyir? 5x bərabərdir 12'dir 120. Hə 120. X nə oldu burada 120'ni 5'e böləndə? Oturacağını soruşur, bəli, oturacağı da 24 olacaq. B variantı. 14-cü sual. Yenə də deyir, yan tərəfi oturacağından 4 dəfə böyükdür. Oturacaq x olsa yan tərəfi nə olacaq? 4x olacaq. Bərabər yanlı olduğuna görə digər tərəfdə 4x. Perimetr olacaq nə qədər? 180. Toplayanda nə qədər eləyir? 9x bərabər 180. Oturacağı soruşur 14'də. Oturacağı onda da 20 olacaq, cavab A variantı. Bu belə. 15-ci suala baxırıq. 15'də də yan tərəfi 8 olan bərabər yanlışdır. Onda digər tərəfdə 8. Perimetri 18'dir uşaqlar. 16 edir. 18-16 çıxanda oturacağı nə qədər olacaq? Oturacağını soruşur bizdən 2 cm A variantı. 16-cı suala baxırıq. 16'da deyir yan tərəfi 10 olan bərabər yanlış buzağın. 10'dursa 10'dur. Perimetri 28'dir. 10'dan 10 topladın 20. Çıxanda 8. Oturacağı olacaq 8. C variantı. Sonra 17-ci suala baxırıq. 17'də deyir oturacağı yan tərəfindən. Oturacağı yan tərəfdən 4 dəfə kiçikdir. Onda yan tərəf 4 dəfə böyükdür. 4x desən bura x olacaq. Onda bərabər yanlı olduğuna görə digər tərəfdə 4x-dir və perimetri 38'dir. 38. Ehtiyac odur. İstəyirsən bura 2 çıxıb 4 yaz, sən bura 4 dəfə kiçik. Hə, 4 santimetr deyir, bağışlayın uşaqlar. Oturacağı yan tərəfindən 4 santimetr kiçik. Oturacağı kiçik deyil, onda yan tərəfi böyükdür də. Mən yan tərəfinə x plus 4 yazıram, burada x plus 4'dür. Perimetri 38'dir. X plus 4 plus x plus 4 plus x bərabərdir 38. 1, 2, 3x 38. 4, 4, 8, attım sağa, çıx 8. 3x bərabər neçə? 30. Oturacaq 10 oldu, amma bəlkə yan tərəfi soruşur. Yan tərəfini soruşur. Yan tərəf x plus 4'dür. 10 üstə gəl 4, 10'dur. 2 çıx 4 ilə də alınacaq. Fərqi yox, deyil şey.
14 hansı variantı 17-dir? D variantı uşaqlar. Bəli, D variantı. Hə. Asıl telefonu fırlayayım səhər tərəf. Bu cəmaat görsün ki, asıl sinifdə neyini danışırlar. Hə, və həmin hissəndə kəsək bir paylaşaq görəkdə hamı görsün. Özü yaşatır. 18-ci suala baxırıq. 18. Yenə də deyir, oturacağı yan tərəfindən 6 cm kiçikdir. Oturacaq kiçik deyil, demək yan tərəf böyükdür. Mən oturacağı x desəm, yan tərəfə x plus 6. Onda bərabər yanlı olduğuna görə digər tərəfdə x plus 6-dır və perimetri 30-dur. Toplayanda nə qədər edir? Bir dəfə nə yazacaq da? 3x plus 6, 6. 12 bərabərdir 30. 3x bərabər 12-ni atdıq sağa çıxıldı. X oldu neçə? Yan tərəfi soruşur. Bəli, x plus 6-dır yan tərəfi. 6 üstəgəl 6 nə olacaq? 12 olacaq cavabımız. Hə, C variantıdır, bəli. 19-cu suala baxırıq. Deyir, təpə bucağı 70 olan bərabər yanlı üç bucaq. Bərabər yanlı üç bucaqda oturacağa bitişik bucaqlar bərabərdir. 180-dən 70 çıxanda hərəsinə nə verəcək? 55, 55. Nə soruşur? Oturacağına bitişik bucağı tapır. 55 D variantı. Növbəti də uşaq, 23 faiz edirəm. Təpə bucağı 50-dir, 180-dən 50 çıxın. Hərəsinə nə verəcək? 65, 65 A variantı. 21-ci sual. Bərabər yanlı üç bucağın yox, tələsmə. Oturacağına bitişik bucağı 20-dir. Bərabər yanında oturacağı bitişik bucaqlar bərabər. 20-20-dır. Təpə bucağı olacaq nə qədər? 22 şifahi. Oturacağına bitişik bucağı 40-dır. 40, 80, variant 1 dəqiqə. Sonra variant B variantı 21-də. B variantı. 22-ni deyirik. Oturacağına bitişik bucağı 40-dırsa bərabər yanında. Digər də 40-dır. 80 elədik. 100 dərəcə təpə bucağı. C variantı. 23-cü suala baxaq. Bərabər tərəfli üç bucaq haqqında nə bilirik? Tərəfləri bərabər. Tərəf 6-dırsa bütün tərəf 6-dır. Bəli, perimetrini soruşur 3 dənə 6. Nə olacaq? 18 cm B variantı. 24 şifahi. Tərəf 12-dirsə perimetri nə olacaq? 36 olacaq, bəli. 25-ci suala baxırıq. 24-də uşaqlar 36 D variantı. 25-ə baxırıq. A, B, C üç bucağında AB, BC-yə bərabər. Uşaqlar, AB, BC-yə bərabər. Deməli, bərabər yanlıdır. Və hər birisi də deyir, nə qədərdir? 12-dir. BK mediandır. Median nə işə baxır? Tərəfiyə bərabər. BK mediandır və AK 4-dür. AK 4, çünki KC də 4-dür. Çünki median tərəfi yarıya bilir. Perimetri ABC-ni soruşur. 12, 12, 4, 4. 24, o da 8 neyini? 32 cm cavab C variantı olur. Bu belə. Növbətiyə baxaq. Hə. Neçənin yazığındır? 26-ya baxaq. 26-cı soru. A, B, C üç bucağında AB, BC-yə bərabərdir. Elədir. Onlar da nə qədərdir? 16. BK mediandır. Median tərəfi yarıya böldü. AK 6-dırsa uşaqlar. KC də 6-dır. Perimetr ABC nəyə bərabərdir? 16, 16, 6, 6. 32 üstə gəlinsin 12 neyini? 44 edir B variantı. 27-ci suala baxaq. Diqqət edin 27-yə. ABC və MNK üç bucaqları üçün 2 dənə A, B, C və MNK. Deyir ki, diqqətiniz burada olsun uşaqlar. AB NK-ya bərabərdir. AB NK-ya bərabərdir. Biraz diqqətli olur. AC NM-ə bərabərdir. AC NM-ə bərabərdir. BC KM-ə. BC KM-ə bərabərdir. Olarsa aşağıdaşlardan hansı doğrudur? Yaxşı, aşağılar. Fikir verin nəyə? Görün A variantı nə deyir? Bucaq A bərabərdir bucaq N-ə.
A bucağı budur. A bucağı hansı xətlərin arasındadır? N bucağı. Bəli, 1 ilə 2. Demək kongruentdirlər. Bu doğru. Bizə deyir hansı? Doğru. Doğru deyil A variantı. Hər ehtimala bir dənə. B-ni yoxlayan uşaqlar. Bucaq B bərabərdir bucaq M-ə. B hansı xətlərindir? 1 üçün. M hansı xəttindir? 2 üçün. Deyini deyir ki, bunlar uşaqlar. C variantını yoxlayaq. Bucaq C bərabərdir bucaq N-ə. C hansı xətlərindir? 2 üçün. N hansı xəttindir? 1 üçün. Bunlar eyni deyir ki, demək kongruentdir. Doğru cavabımız nə idi? A variantı. 28-ci suala baxan uşaqlar. Görək 28. Eynisidir, yenə də yazalım. 28. A, B, C səssiz olar. M, N, K. A, B, K, M-ə bərabər çalar. A, B, K, M-ə bərabər. Diqqət edin. B, C, M-ə. B, C, M-ə bərabərdir. A, C, K, N-ə. A, C, K, N-ə. Hansı münasibət doğrudur deyir? A variantı. Bucaq A bərabərdir bucaq M. Uşaqlar, A hansı xətlərindir? 1 üçün. M hansı xəttindir? Doğrudur bu. Xeyr, getdi. B variantı. Bucaq B-yə bərabərdir bucaq M-ə. Bucaq B hansı xətlərindir? 1, 2. M hansı xəttindir? Doğru buymuş ki. Doğru cavab olacaq nə? B variantı. Səhv olanın qarşısında da düzgün variantı yazın ki, axırda yenə baxacaq inşallah. Davud səhvin çıxır belə. Mən də səssiz. Ay maşallah. Sən də səssiz çıxır. Yoxlayaq inşallah. Yoxlayaq inşallah. 29. Şəki bəy. Üstbucaq ABC ABC kongruentdir MNK-ya. MNK-ya. O da kongruentdir. Vay ama. FLT-yə. FLT-yə. Və AC tərəfinə bərabər olan tərəfləri göstərir. AC bu deyil uşaqlar. AC budur. Buna bərabər tərəf hansılar olacaq? MK bir də nə? FT. Olacaq MK və FT. Hansıdır MK, FT? C variantı olacaq. Əgər kongruentdirsə. Cüppuldadan kimdir orada uşaqlar? Cüppuldatmayın. Şəki düşdün YouTube-a çəkin. Şəki YouTube-a düşdün, ay çəkin. A, B, C. Yox, atacam sinifin qırağına qalsın orada. D, Y, F. Bəs videonu nə üçün çəkirəm ay Səccad? P, Q, F. Yaxşı, BC tərəfinə bərabər olan tərəflər hansılardır? Yox. Y, E, bir də nə? Q, R. Tamam, nə dedin? YF bərabərdir nəyə? Buna deyirlər aşağıda. QR. Hayso. Var aşağılar YF ilə QR. Hayso. Davud kimi deməyin ha da. 31-ci suala baxır. Davud hardan hocamsın o sözü ayda alın? O sözü hardan hocamsın? Yaxşı. 31-də deyir ki, bərabər tərəfli üst buzağın bir daxil bucağı. Bərabər tərəfli üst buzağın bütün buzaqları 60 dərəcədir. Cavab olacaq nə? 60B variantı. 32-ci sual. Oturacağına bitişik bucağı 65 dərəcə olan bərabər yanlış buzağın təpə buzaqdır. Bərabər yanlış buzaqda oturacağı bitişik buzaqlar bərabərdirsə, onda burada 65 olacaq. Nə qədərdir bu? 130. 50 dərəcə olacaq. Əfsər, telefonu fırlayayım sənə tərəf, Əfsər. Variantı deyil, yaxşı. 33-cü suala baxırıq. Bahanə axtarım, kiməsə fırlayayım telefonu. 32-ni deyilsin, uşaqlar. 32-in variantı D variantı. 33. Bura qədər vermişdin? Onda getdiyini. Perimetri 70 olan bərabəryanlı üç buzağın oturacağı yan tərəfindən 1,5 dəfə böyükdür. Oturacaq böyükdür ya. Yan tərəfə x desəm, oturacaq da ondan 1,5 dəfə böyük, 1,5 x. Toplayıram. 2x bura 1,5 x. Nə eləyir? 3,5 x bərabər 70.
X beraber, dikkat edin. Tam vurdum bir tane sıfır attım. 735'e böləndə nə elədi? 20. Nə soruşur məndən 33'də şaba? Oturacağını tapın. Oturacaq 1,5 x değildi. 1,5 vurulsun x'in yerine 20 yazıram. Tam vurdum bir tane sıfır attım. Cavab. Çünkü vurmada sıfırın sayı qədər nə edir? Sağa çəkir. 30 santimetr olacaq cavabımız. D variantı, bəli. Davud variantı. O da olsun Davud'un variantı. 34. sual. Deməli, ABC ilə DYF kongruentdir. A, B, C ilə DYF kongruentdir. AB, BC'ye bərabər uşaqlar. AB, BC'ye bərabər. Bərabər yanlıdır da, elə deyil. 8, 8. Və DYF'in perimetri O da 20 cm. Olarsa DF'i tapın, X. 8 ise 8'dir, 8 ise 8'dir. 16, 20'den 16'ın çıxanda oturda olacaq 4 cm. A variantı. Bu belə. Hə, yoruldu da uşaqlar. Yoruldu. 35-ci suala baxaq. Sonra 35 desən təkrardır. O 29-cu suala oxşuyur. Şifahi yazar 35'i. Nətər yazır şifahi? Şifahi diyeyim değil mi? A, B, C, Davud boyda çəkim də bunu, balada çəkim. D, Y, F, D, Y, F. O da kongruentdir. Davud, de görüm o üstüzanın tərəflərin. P, sonra. Kongruent ise AC tərəfinə bərabər olan tərəflər nə olacaq? DF nə? PF. DF və PF. Hansı variant oldu? DF, C variantı. Keçdik. 36-cı suala baxın uşaqlar. Yenə də kongruentlik verir uşaqlar. DYF nə? DYF kongruentdir PQR. PQR. Amma qəşəng seçilir. DY'nin, qulaqsın, DY'nin DF'ə nisbəti, onun da YF'ə nisbəti 2, 4, 5 verir uşaqlar. Və perimetri tutacaq. Ay, sağ. P'yi soruşur. Demək uşaqlar, DY neçə K'dır burada? 2K. Hanı DY? Burada. Əgər DY 2K'dırsa, P2 də 2K'dır. Elə deyil? DF 4K'dır. Onda PR də 4K'dır. YF 5K'dır. Onda QR də nədir? PQR'in perimetrini 44 verir uşaqlar. PQR budur. Kimlərin cəmidir? 2K isə gəl 5K isə 4K bizə verməlidir nəyi? 7, 11K bərabərdir 44. K4'dür. Nəyə soruşur bizə? PR'i. PR bizdə nə qədər idi? K'nın yerine 4 versək 4 4'ün 36'ın cevabı oldu. 16 B var yani şurada. Evet. Başlayıp götürək bir dənə. Daha bir yapısı geliyorum. Bunu bırak. Orada buyuruyor. Size daha götürək Çatar. Neçən yazır uşaqlar? 37'ye baxaq. Neydi? Ceybi yoxdur. Əfsər, səhəfin çox sıxıb ay Əfsər. Səni salaq da YouTube'a. 3 dənə. Deməli, indi biz neçən sual? 37-ci sualdan. Elədir. 37. A, B, C, CD 70 dərəcə, diqqətiniz burada olsun. 55 dərəcə, 40 dərəcə. A tərəfi və B tərəfi. Deməli aşağıda deyir, perimetri tutacaq ABC-ni A və B ilə ifadə edin. Diqqət edin nəyə? Şuralar. Böyük ABC üçbucağına baxanda daxili bucaqlar 180 olmalıdır. 70-40 nə qədər edir? 110. Üçbucağın bucaqları 180 deyil. Onda nə qədər çatmır? Yaxşı, bu da 70, bu da 70. Bərabər yan oldu. Niyə bərabər yan oldu? Kim deyər? Oturacağına biçimizə bərabər oldu. Buradan bura qədər məsafəmiz A üstəgəl B deyil. Onda buradan bura qədər də nə olacaq? Əla, əla.
İndi o 70 var idi ya. Onun 55'i vardı, elədir. 70 55 nə elədi? 125. 125 ise 180'dan 125 çıxanda 55. İndi baxın uşaqlar. ADC üçbucağının. ADC üçbucağında oturacağı bitişik bucaqlar bərabərsə bunlar bərabər yanlıdır. Bura B-dirsə, bura B. İndi böyük ABC üçbucağının perimetrinə baxın elə. Buradan bura qədər nə qədərdir? A plus B. Üstə gəl, digər tərəf. A üstə gəl. Oturacağı nə qədər oldu? A üstə. 1, 2 dənə A. 3 dənə B. Məsələn, çay üstə gəl. 3 B oldu. Hansı variantdır? D variantı, elədir. Tamam. 38-ci suala baxırıq. Bilirəm, başlayırıq, davam edirik növbətini. Deməli, A, B, C, BD hündürlükdür. 8. Deməli, AB bərabərdir BC. Şuna, AB BC'yə bərabərsə bərabər yanıdır. BD hündürlükdür. BD 8 və perimetr üçbucaq ABC bərabərdir. 30 olarsa, perimetr üçbucaq ABD-ni soruşur bizdən. Tələsməyin. Bərabər yanlı olduğuna görə bu tərəfə A desəm, burada A olacaq. Və bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük həm də nədir? Mediandır. Mən bura B desəm, burada B olacaq. ABC-nin perimetri 30'dur. ABC-nin tərəfləri nə qədər oldu? 2A üstə 2B. Deməli 2A üstə gəl. 2B 30'a bərabərdir. Hər tərəfin bunu 2'yə bölsəm, oldu nə qədər? ABD-ni soruşur ha uşaqlar. ABD bu üçbucaq deyil. Onda bu bərabər olacaq nəyə? A, B və 8'ə. Baxın uşaqlar. A, B, D tərəfi. A, B, bir də 8. İndi A üstə gəl B-ni mən tapdım. Axı, neçə tapdım? 15. Üstə gəl 8 nəyə bərabərdir? 23 olacaq 38'in cavabı. Bu belə. Sakit. Hə? Atacam o videosunu. Qalacaq orada baxarsın. Şimdi az videosunu atacağım belə. Lazım olanlara baxarsın. 40-cı suala baxırıq. Və 39-cu suala daha doğrusu. A, B, C hündürlük Diqqət edin nəyə Ayşəflər fikir verir. ABC-də BY hündürlükdür. ABC 100 dərəcə. Ümumi ABC, bax, bucaq ABC bərabərdir 100 dərəcə. Buradan bura qədər hamısı bir yerdə bir var 100 dərəcə nəzərinizdə olsun. Və AB BD-yə bərabərdir. AB AD-yi başlayın. AD BD-yə bərabər. Bərabər yanlıdır uşaqlar. Bərabər yanlıdırsa oturacağı bitişik bucaqlar nə olmalıdır? Bərabər olmalıdır. Nəzərinizdə olsun. Və bucaq ABD ABD bax bu B bucaq. Bu bucaqdan söhbət edir. Bərabərdir DBY-yə. DBY-yə bu bucağa. 3 dənə nöqtə qoymuşamsa bu bucaqların üçü də bir-birinə nədir? Bərabərdir. Nəzərinizdə olsun. ASB-ni soruşur bizdən uşaqlar. ASB-ni. Bu bucağı soruşur. Yaxşı. Fikir verin nəyə? Mən əgər bura alfa desəm, bu da alfa olacaq, bu da alfa olacaq. Birincisi hansı üst bucağa fikir verəcəksiniz? 90'ın qonşusudur 90'dır da. Baxın. Düzbucaqlı üst bucaq deyil. Düzbucaqlı üst bucağın iti bucaqların cəmi 90 olmalıdır. O iştiraklədim ABY-nin iti bucağından biri alfadır. Digər iti bucağı isə 2 alfadır. Bərabər nəyə? 90. 3 alfa bərabər 90, alfa bərabərdir 30. Tələsmə. 30, 30. 60 elədi. Axı hamısını bir yerdə bizə 100 vermişdi. Nə qədər satmır onda? Bu 90 deyil. 90'sa burası 50 olmalı ki iti bucaqların cəmi nə olsun? 90 olsun. Düz bucaqlı üst bucağı. Onda C bucağı nə qədər olacaq? 50 dərəcəyə bərabər olacaq. C var ya. Hə. Görək 40-cı sualda nə deyir? ABC üst bucağında bucaq C 90 dərəcədir. Bucaq C 90 uşaqlar bu formada çəkək də. Və yaxud da ki, gəlin onu başqa cürsə, fərqi yoxdur, nəfəsindən çəkə bilərsiniz. Bucaq C 90 dərəcə. AD tənböləndir. Tənbölənsə neyinir uşaqlar? Bucağı yarıya böldür.
AD tənbələndə D nöqtəsindən AB-yə, AB tərəfinə qədər olan məsafə isə 12 cm-dir. D nöqtəsindən AB tərəfinə qədər olan məsafə nə qədərdir deyir? 12 cm. Olarsa DC-nin uzunluğunu tap. DC-yə də bir nə deyək? X deyək. Kısa beraber. Bu da qabaraz da girib çıxacaq aşağılar. AD tənbələndə D nöqtəsindən AB tərəfinə qədər olan məsafə. Deməli, burada aşağılar fikir verin nəyə? Adil bu qaydadır. Elə belə deyəcəm, sadəcə yadca qalsın. Üçbucaqda təpədən tərəfə çəkmiş tənbələn ki var ha. Tənbələn otacağından tərəflərə qədər endirilmiş hündürlüklər ki var ha. Endirilmiş hündürlüklər bir-birinə bərabərdir. 12 sən olacaq, burada 12 olacaq. İnşallah gələcəyini keçəcək onu, hə. Üçbucaqlar mövzusunda. Hə. Bu belə. Sonra növbətiyə baxaq görəklə. Sən yazın mən. 41'e baxaq görək. 41-ci sual. Vaxtımız evet çatar inşallah. Sonra 41-ci sual eynidir. Kongruentlik verib öz yazacaqsınız. 42 eyni. Videonu saxlayaq. Videonu